Hacı Şahinin qəbrində gedir insanlar xalça salırdı, namaz qılır. Subhanallah. Özü də deyir ki, mən Əhl-i Beytin yolundayım. Sən Əhl-i Beytdən bir dənə şey gətirə bilmərsən, bir şey gətirə bilmərsən, gedib filan kəsin qəbrində namaz qılıb. İmam Əli radiyallahu anh, Peyğəmbər sallallahu aleyhi ve sellem qəbrində gedər dua eləyərdi da. Və ya deyərdi ki, Allaha dua elə mənim üçün. Hansı ki, yaxın idilər. Eləmədi. Məsələn, İmam Əli radiyallahu anh, Allaha dua eləyəndə deyib ki, ya Allah, İbrahimin vasitəsilə sənə yaxınlaşıram. Və Nuhun vasitəsilə sənə yaxınlaşıram. Və ya başqa sahabələr. Belə bir şey yoxdur İslamda. Nə üçün biz, ya Əli, bizə kömək elə demirik? Nəyə görə demirik? Ona görə yox ki, biz Əhl-i Beyti sevmirik. Biz Əhl-i Beyti sevirik. Və biz onların yolundayıq. Əgər Əhl-i Beyt Allahdan başqasına qurban kəssəydi və Allaha yaxınlaşmaq üçün qəbirlərdə qurban kəssəydi, siz dedikləriniz kimi, o zaman biz deliyərdik. Deyirlər ki, onlara ölü deməyin. Onlar diridir Allah qatında. Amma sən mənim yanımda dünyasını dəyişiblər. Allah subhanahu ta'ala Quran-ı Kərimdə Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, İnnəkə meyyitun və innəhum meyyitun. Sən də öləcəksən, onlar da öləcək. Və qiyamət günü siz öz Rəbbinizin qarşısında nədir? Soru-sual olunacaqsınız. Sən deyirsən ki, Əli radiyallahu anh diri. Əli radiyallahu anh Allah qatında diridir. Bizim yanımızda artıq dünyasını dəyişib, ölüb artıq. Əgər